Tək və cüt ədədlər mövzusuna dair ev tapşırığının izahı. Sual nömrə 1. Misalları həll edin və cavabları uyğun hissədə yazın. 49 ilə 7-nin qisməti. 49 böl 7 bərabərdir 7. 7 tək ədəddir. Növbəti misala baxaq. 8-in 5 misli ilə 6 ədədinin cəmi. 8-in 5 misli, yəni 8 vur 5 bərabərdir 40. 40 ilə 6 ədədinin cəmi. 40 üstəgəl 6 bərabərdir 46. 46 cüt ədəddir. Ən kiçik iki rəqəmli tək ədədlə ən kiçik iki rəqəmli tək ədəd 11-dir. Onluğu 7 olan ən böyük iki rəqəmli cüt ədəd. Onluğu 7 olan ən böyük iki rəqəmli cüt ədəd 78-dir. Cəmi 11 üstəgəl 78 bərabərdir 89. 89 tək ədəddir. Sual nömrə 2. Leyla və Anar fikirlərində bir ədəd tutdular və onları bir-birinə izah etməyə başladılar. Leyla və Anar fikrində hansı ədədi tutmuşdular? Gəlin əvvəlcə Leylanın fikrində tutduğu ədədi tapaq. Mənim fikrimdə tutduğum ədəd cüt ədəddir. Onu 21 ilə toplasam, 45-dən sonraki tək ədəd alınar. Leylanın fikrində tutduğu ədədi 21 ilə toplasaq, yəni üstəgəl 21 bərabərdir 45-dən sonraki tək ədəd. 45-dən sonraki tək ədəd isə 47-dir. Məchul toplananı tapmaq üçün cəmdən məlum toplananı çıxmaq lazımdır. Yəni 47 çıx 21 bərabərdir 26. Deməli, Leyla fikrində 26 ədədini tutmuşdu. İndi isə Anarın fikrində tutduğu ədədi tapaq. Mənim fikrimdə tutduğum ədəd tək ədəddir. Bu ədəddən 53 çıxsam, fərqdə 6-nın 4 misli alınır. Fikrində tutduğu ədəddən 53-ü çıxsaq, 6-nın 4 misli alınır. 6-nın 4 misli, yəni 6 dəfə 4 bərabərdir 24-ə. İndi isə azalanı tapmalıyıq. Biz bilirik ki, azalanı tapmaq üçün çıxılanla fərqi toplamaq lazımdır. Yəni 53 üstəgəl 24 bərabərdir 77. Deməli, Anarın fikrində tutduğu ədəd 77-dir. Sual nömrə 3. Verilənlərə əsasən ədədləri müəyyən edin. Rəqəmləri müxtəlif olan ən böyük iki rəqəmli cüt ədəd. Biz bilirik ki, ən böyük iki rəqəmli ədəd 99-dur. Lakin 99 həm tək ədəddir, həm də rəqəmləri eynidir. 99-dan kiçik 98-dir. 98-ə baxaq. 98 həm cüt ədəddir, həm də rəqəmləri müxtəlifdir. Deməli, rəqəmləri müxtəlif olan ən böyük iki rəqəmli cüt ədəd 98-dir. Onluğu 6 olan ən kiçik iki rəqəmli cüt ədəd. Onluğu 6-dır. Təkliyə biz ən kiçik neçə yaza bilərik ki, ədəd cüt olsun? Bəli, 0. Deməli, onluğu 6 olan ən kiçik iki rəqəmli cüt ədəd 60-dır. Onluğu 3 olan iki rəqəmli tək ədədlər. Biz burada yalnız tək ədədləri qeyd edə bilərik. 30 cütdür. 31-dən başlayaq. 31, 33, 35, 37, 39.